Murad bəy, birinci ondan başlayaq ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın əvvəlcə bu sülh müddəaları ortaya atılanda mövqeyi kifayət qədər sərt görünürdü. Yəni, Ukrayna istəsə də, istəməsə də bir növ bu sənədə imza atmalıdır ab-havası yaradılırdı. Və Zelenski də elə bunun üzərindən bir açıqlama verdi. Dedi ki, biz müttəfiqimizi itirə bilərik. Yəni, bunu qəbul etməsək, sətir altı dedi bunu, amma açıqlamış oldu. Bunun üzərindən əvvəlcə istəyərdim danışaq. Donald Trump'ın mövqeyini yumuşatmasının səbəbləri varmı? Göstərilən təzyiq, yoxsa sadəcə bu da bir manevr idi deyək? Yox, burada əlbəttə ki, Donald Trump özünə məxsus olan qaydada hər zaman əvvəlki fəaliyyətində də o danışıqlar apararkən, razılaşmalar əldə edərkən müxtəlif o biznesdəki üsullardan istifadə edirdi. Bu səfər də onun belə bir sərt danışılması, ayın 27-sinə qədər bu imzalanmalıdır və s. Bunlar olmasa biz Ukraynaya hərbi yardımı və kəşfiyyat məlumatlarını verməyəcək, belə bir fikirlər səsləndirdi. Amma Ukrayna tərəfi geri çəkilmədi. Siz düzgün qeyd edədiniz ki, Zelenskinin bəyanatı oldu ki, biz hətta, yəni sözündən elə çıxdı ki, biz müttəfiqimizi itirməyə də hazırıq, amma Ukraynanın ərazi bütövlüyünü, suverenliyini şübhə altına qoymayacaq. Mən belə başa düşürəm bunu. Və eyni zamanda Trump özü də anladı ki, daxildən də çox ciddi təzyiqlərlə rastlaşdı. Gəlin nəzərə alaq ki, Senatda böyük qrup, konqresdə böyük qrup insanlar, hətta respublikaçılar, hətta Trump'ın tərəfdarları, hətta mən deyə bilərəm Mike McConnell, o respublikaçıdır, ən çox Senatda əyləşən bir senatordur. Onlar hamısı çıxıb açıq-aydın bu planı ciddi şəkildə tənqid elədilər və Trump da başa düşür ki, bunu həyata keçirmək çox çətin olacaq. Hətta onların bir sərt telefon danışıqları oldu Marco Rubio ilə də və o telefon danışıqları nəticəsində Marco Rubio geri çəkildi ki, bu bizim plan deyil, bu Rusiya tərəfindən hazırlanmış bir sənəddir və s. Bu birinci məsələ. İkinci məsələ ondan ibarətdir ki, Avropa çox ciddi təpkilər göstərdi. Bilirsiniz, üçüncü məsələdə ümumiyyətlə, mən düşünürəm ki, bəlkə də o plan hazırlarkən, onu səsləndirərkən, bəlkə də Amerika Birləşmiş Ştatları prezidenti ciddi şəkildə o planı araşdırmamışdı. Yəni, o sənədə baxanda, şəxsən mənim üçün o qəbul olunmazdır. Ümumiyyətlə, mən onu danışıqlar üçün heç bir sənət də adlandıra bilmərəm. Ona görə ki, orada ciddi şəkildə mövcud beynəlxalq qanunvericiliyin əsas prinsipləri pozulur. İkincisi, o sənədin içində o qədər, hətta mən deyərdim ki, absurd bir bəndlər var. Mən bunu bölüşə də bilərəm tamaşaçılarda. Məsələn, bəndin birində qeyd olunur ki, ilk bənddə Ukraynanın suverenliyi tanınır. Amma növbəti bənddə biz görürük ki, Donetsk, Lugansk, Krım Rusiyaya verilir və Amerika Birləşmiş Ştatları bunu tanıyır. Məsələn, bu bir-birinə ziddir. Və yaxud bir bənd var ki, əgər Ukrayna tərəfi Sankt-Peterburqa və yaxud Moskvaya raket zərbəsi endirsə, bu müqavilə qüvvədən düşür. Yaxşı, Ukrayna Sankt-Peterburqa Moskvaya raket zərbəsi endirməsin, amma başqa Rusiyanın bütün şəhərlərinə gündə 100 dənə raket zərbəsi endirsin. Onda bu sülh müqaviləsi qüvvədə qalacaq. Çoxlu beləncə bir ziddiyyətli, absurd bəndlər var. Hesab edirəm ki, bu formada bunun qəbul olunmasını Amerika Birləşmiş Ştatları prezidenti də başa düşdü ki, qısa bir müddətdə həyata keçirmək mümkün olmayacaq və bu mövcud təzyiqlərlə bağlı öz mövqeyindən geri çəkilməyə məcbur oldu. Murad bəy, istəyərdim ki, elə xəritəni də ekrana gətirək. Bunun üzərindən də baxaq ki, vəziyyət necədir və ərazilərdə ümumiyyətlə durum hansı formada dəyişib. Əgər arzuluyursunuzsa, yaxınlaşıb bunun üzərindən də, buyurun, zəhmət olmasa, daha dərin təhlilə. Buyurun, Murad bəy, yaxınlaşın tamamilə xəritəmizə və görünən mənzərə əslində, Murad bəy, nəyi deyir? Yəni, hazırda hansı ərazilərin daha da itirilmə təhlükəsi var Ukrayna üçün? Xüsusilə də biz Xerson və Zaporojye istiqamətində biraz, belə deyək də, qarşılığın olduğunu sezirik və bu sülh bəndlərində də həmin o detallar yer alırdı. Yəni, Rusiya hansı hissələrini tutubsa, ən azından onlar orada qalsın deyilirdi. Necə dəyişəcək əgər müddəalarda bir dəyişiklik baş verirsə? Əgər bu sənəddə istinadən biz baxsaq, o sənəddə qeyd olunur ki, yenə də mən təkrarlanıram, Lugansk, bax, görürsünüz bu Lugansk, Donetsk və Krım bir dəfəlik olaraq Rusiyaya verilir. O sənəddə belə qeyd olunur və bunu Amerika Birləşmiş Ştatları tanıyır.
Zaporojye və Xersonla bağlı orada fərqli mövqedir. Yəni burada boz zonalar yaradılır və s. Buradan bir mənalı söhbət getmir. Amma bir məsələ də var ki, yəni bu sahələrdə, Ukrayna məhdud olsa, bu sahələrdən də Ukrayna qoşunları çıxmalıdır. Bu qəbul olunmaz bir şeydir və bunun bir strateji məqsədi də var. Nə üçün? Ona görə ki, bu sahələrdə, bax, göstərirəm, burada Ukraynanın ciddi istehkamları var. Və Rusiya silahlı qüvvələri o istehkamları yarıb keçmək üçün ona bəlkə də bugünkü resursları nəzərə alsaq 5 il, 6 il vaxt lazımdır və nə qədər insan itkiləri baş verəcək məlum deyil. Yəni, bax, bu formatda bir yəni ərazi bütövlüyü ilə bağlı olan həmən o sənəddəki paket bu formada səsləndirmək olar. Murad bəy, biz dediyimiz kimi Krım məsələsi əvvəlcə Ukrayna üçün həssas məsələ idi. İndi də həssas məsələdir. Bəllidir ki, Rusiya həmin o ərazini ilhaq edib. Amma bu dəfəki danışıqlarda ümumiyyətlə sanki Krım məsələsini kənara qoyublar. Yəni Krım məsələsini gündəmə belə gətirmirlər. Bu o deməkdir ki, əgər doğrudan da masada Rusiyanın şərtləri ilə bir sənəd olsa, növbəti mərhələdə Krım tamamilə Rusiyaya veriləcək. Yəni bu məsələnin artıq yavaş-yavaş biz gündəlikdən çıxdığını görə bilirikmi? Yoxsa Ukrayna sona qədər bunun üçün mübarizə aparacaq? Nə vaxtsa ən azından? Bilirsiniz, bu danışıqlar apararkən hər zaman hər iki tərəfi bir məsələ gətirmək üçün çalışırlar qəbul olunmayan şərtləri haradasa ilkin mərhələdə kənara qoysunlar və danışığı haradasa razılaşma əldə eləmək olan məqamların ətrafında həyata keçirsinlər. Bu baxımdan hesab edirəm ki, Krımla bağlı və s. məsələləri növbəti mərhələyə saxlayıblar. Amma gəlin nəzərə alaq ki, bugünkü Ukrayna rəhbərliyi istənilən sənədi, burada Krım Ukrayna tabi olmaması sənədi hətta belə imzalasa onun bir hüquqi qüvvəsi olmayacaq. Ona görə ki, Ukraynanın ərazi bütövlüyü ilə bağlı məsələləri Ukrayna rəhbərliyi səlahiyyətində deyil, verilməməsi. Bunlar hamısı Ukrayna xalqı qərar verməlidir. Referendumdan həll olunan məsələdir. Məsələn, o sənədin içində var ki, Ukrayna NATO-ya daxil olmayacaq. Ukrayna NATO-ya daxil olma məsələsi Ukrayna konstitusiyasındadır. Əgər o Ukrayna konstitusiyasındadır, bunu hansı Ukrayna, hətta belə Zelenski razı olsa belə, ona imza da atsa belə, onu həyata keçirmək mümkün olmayacaq. Axı, onu konstitusiyadan çıxartmaq lazım və s. Ona görə mən düşünürəm ki, bu sənəd, bu formada müzakirə olunması davam eləyə bilər. Amma hansısa bir ciddi, qısa bir müddətdə nəticələr əldə eləmək bu sənədin ətrafında çox çətin olacaq, bəlkə də mümkün olmayacaq. Murad bəy, xahiş edəcəm sizdən masamızın ətrafına yaxınlaşasınız və bir məsələ də var. Biz bilirik ki, Belaruslu həmkarı ilə Qırğızstanda görüşdü Vladimir Putin. Bunun üzərindən bəzi şərhlər də verdi. İstəyərdim ki, həmin o açıqlamanı eşidək. Daha sonra sizinlə ətraflı müzakirə aparaq. Proses olduqca çətindir. Amerika tərəfi başa düşür ki, Ukrayna məsələsi mürəkkəbdir və müvafiq həll yolları tələb edir. Amerika Birləşmiş Ştatları Ukrayna məsələsinin çətin bir mövzu olduğunu məhz indi anlayır. Başda təhlükəsizlik olmaqla müxtəlif məsələlər müzakirə edilir və mən bu da daxil olmaqla Ukrayna ilə bağlı son inkişafları sizə çatdıracağam. Əslində ənənəvi bir açıqlamadır, hansısa bir detal görmürük biz. Proseslərin bu qədər kritik olduğu bir dönəmdə Rusiya prezidenti Vladimir Putin ənənəvi formada yenə də qeyri-müəyyən açıqlamalar verir. Çətindir, Amerika Birləşmiş Ştatları da bunu anlayır. Niyə indiki zamanda, yəni vəziyyətin bu qədər kritik olduğu bir vaxtda Rusiya prezidenti Vladimir Putin ictimaiyyətə tam olaraq açıqlama verməkdən çəkinir? Yəni planlar nədir ki, daha çox gizli saxlanılır? Düşünürəm ki, bilirsiniz, ümumiyyətlə bu planın özünün ortalığa çıxması, indi hamısı üçün aydındır ki, bu plan Rusiya tərəfindən hazırlanıb və demək olar ki, Amerikanın ənənəvi diplomatiya qurumları burada iştirak eləməyib. Dövlət Departamenti rəhbəri hətta bundan xəbərsiz idi və s. Bu baxımdan bu planın ortalığa atılması, mən düşünürəm ki, bilirsiniz, Rusiya-Amerika danışıqlarını biz izləsək, biz görürdük ki, artıq bu sanksiyalar mərhələsinə gəlib çatmışdı. Ciddi sanksiyalardan söhbət gedirdi. Tətbiq olunan sanksiyalar Rusiyanın neft sənayesinə, Rusiya üçün ən vacib olan deməli, faktordur. Ondan əlavə
Tomagavkların Ukraynaya verilməsi məsələləri müzakirə edir. Məhz bu sənədin ortalığa çıxması, bu danışıqların bu formada elə bil ki, o birisi məsələləri biraz kölgədə qoydu və bu Rusiya üçün çox vacib amildir. Mən hesab edirəm ki, məhz bu sənəd ətrafında, bu danışıqlar ab-havası yaratmaqla müəyyən o ciddi faktorlar, ciddi amilləri Rusiya tərəfi uzaqlaşdırır. Ona görə də Rusiyanın prezidenti bu günləri açıqlamasında da hər hansı bir ciddi məsələlərə toxunmur ki, hələ ki, indiki mərhələdə belə bir prosesin, bu danışıqların, bu sənəd ətrafında olan fikir müdaxiləsi, Avropanın və s. hamısının başı qarışıb bu məsələyə. Amma ciddi hərbi dəstəkdən, ciddi məsələn, Tomagavkla Ukrayna verilmə məsələləri hamısı elə bir ki, növbəti mərhələyə keçirildi. Mən bunu bu formada izahlaya bilərəm. Bir də Əbu-Dabi görüşü ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Rusiya prezidentinin köməkçisi Yuri Şakov da bu barədə danışıb və sülh müzakirə olunmadığını deyib. O zaman ağıllarda sual yaranır ki, daha çox hansı kontekstdə danışıqlar aparılıb. Şakovun da istəyərdim açıqlamasına diqqət yetirək. Daha sonra sizinlə bu yöndə də müzakirə aparaq. Abu-Dabi'də Rusiya və Ukrayna arasında birbaşa sülh danışıqları aparılmadı. Orada kəşfiyyat agentləri sadəcə mübadilələrlə bağlı aşağı səviyyəli danışıqlar apardılar. Amerika Birləşmiş Ştatlarına hələlik heç kim Rusiyaya heç bir plan çatdırmayıb və təbii ki, planla bağlı heç bir əsaslı danışıqlar aparılmayıb. Qeyri-rəsmi məlumatımız var. Amma hələlik biz rəsmi sənədləri gözləyirik. Daha sonra onlarla işləməyə başlayacağıq. Bəli, biz artıq bəzi nüansları vurğuladıq. Uşakovun açıqlaması var və o da deyir ki, əslində aşağı səviyyəli danışıqlar aparılıb. Yəni, çox da yüksək səviyyəli hansısa bir danışıqların gündəmdə olmadığını deyir. O zaman bu Əbu-Dabi görüşü nəticəsiz qalıb deyə belə açıqlamalar verilir, yoxsa çox da əhəmiyyətli deyildi deyə Yuri Şakov bu yöndə şərh edir. Bilirsiniz, Ukrayna ilə Rusiya arasında danışıqlar müxtəlif mərhələlərdə, müxtəlif səviyyələrdə daim aparılır. Məsələn, Abu-Dabidəki olan görüş, əlbəttə ki, bu günləri o ümumi sülh prosesi ilə bağlı ciddi məsələlər müzakirə mövzusu olmayıb. Amma başqa kifayət qədər humanitar məsələlər var ki, daima olaraq müzakirə mövzusu olub. Məsələn, hərbi əsirlərin qaytarılması məsələsi. O daima olaraq danışıqlar Ukrayna ilə Rusiya arasında aparılır və biz görürük ki, vaxtaşırı bu hərbi əsirlərlə bağlı hər iki tərəf dəyişikliklər aparır öz aralarında. Hesab edirəm ki, bax bu görüş də çox güman ki, bu cür texniki məsələlərlə bağlı olan, hər iki dövləti maraqlandıran və birbaşa olaraq hərbi əməliyyatlarla bağlı olmayan və böyük siyasi qərarlar tələb eləməyən bir məsələlərlə bağlı olub. Murad bəy, Avropa İttifaqı narazı idi bu proseslərin lap əvvəlindən. Birinci Donald Trump və Zelenski görüşündən sonra da Zelenskinin Ağ Evdə o formada tənqid olunması Avropa İttifaqının narazılığına səbəb oldu. Dedilər ki, sona qədər biz Ukraynanın yanında dayanacağıq, arxasında dayanacağıq, amma Birləşmiş Ştatlarla da əməkdaşlıq qurmaq istəyirik. Bəlli məsələdir ki, Birləşmiş Ştatlar olmadan Avropa İttifaqı bunu tək də bacara bilməz. İndiki mərhələdə yenə Trump bu sənədləri ortaya atdı və indi də Avropa İttifaqı deyir ki, bizsiz masada hansısa bir sənəd ola bilməz. Dəyişikliklər edilir, amma bir çox insanlar, bir çox ekspertlər deyirlər ki, bu dəyişikliklərin edilməsi müsbət haldır. Çünki əvvəlki qəbul edilməzdi. Amma Donald Trump'ın ənənəvi yanaşmasından çıxış eləsək, daha sərt bir sənəd ortaya qoyub, əvvəl qəbul olunmayan, amma daha yumşaq versiyanı qəbul etdirmək istəyidimi bu? Yəni, sənədlər dəyişdirilir bəzi bəndlər, amma yenə də axı Ukraynanın maraqlarına uyğun deyil. Biz məlumat almışıq ki, 28 bəndli sənəddən artıq bir çox bəndlər götürülür və 19 bənd qalıb. Gəh 22 deyirlər, gəh 19 deyirlər. Amma hansı 19 qalıb, bunun açıqlamasını biz eşitməmişik və bilmirik. Əlbəttə ki, Avropa Birliyinin də öz mövqeyi var. Birinci növbədə bütün bu məsələlər bir mənalı olaraq Avropa Birliyinin, Avropa ölkələrinin təhlükəsizliyinə təsir eləyir. İkincisi, bu hazırlanan 28 bəndli sənəddə bir çox məsələlər var ki, Avropaya aiddir. Məsələn, Avropa öz qırıcılarını Polşa ərazisində yerləşdirilir. Bu danışıqlar üçün müəyyən mövzu ola bilməz. Ona görə ki, Polşa
suveren bir ölkədir və öz ərazisində hansı silahlı qüvvələri yerləşdirilməsi onun öz daxili işidir. Və onun əvəzinə hansısa bir ölkələr, istər ABŞ, Ukrayna, Rusiya qərar verə bilməz. Və yaxud orada göstərilir ki, suveren bir fond yaranacaq, Rusiyanın dondurulmuş maliyyə vəsaitlərindən 100 milyard dolara keçiriləcək, Amerika onu idarə eləyəcək və əlavə olaraq Avropada oraya 100 milyard keçiriləcək. Bilirsiniz, birincisi o pullar, dondurulmuş pullar Avropanın nəzarətindədir, Belçikanın nəzarətindədir və bunun ora köçürülməsi çox ciddi bir hüquqi prosedurdur. Bilirsiniz ki, bu vaxta qədər də o vəsaitlərin banklarda yerləşdirilməsinin təhlükəsizliyi var, zəmanəti var və s. məsələlər var. Bunlar hamısı araşdırılmamış, həll olunmamış belə bir qərarlar verilməsi və yaxud Avropa Birliyi əvəzinə siz də 100 milyard o fonda keçirdəcəksiniz, o fondu Amerika idarə eləyəcək və s. Əlbəttə ki, bu birbaşa olaraq Avropanın öz səlahiyyətlərinə daxil olan məsələlərdir. Həm də bu Avropada yerləşir axı, Brüssel buna cavabdeh olmalıdır. Bəli, bunun qərarını istər yenə də təkrarlam, istər Amerika, istər Rusiya, istər Ukrayna, üçü də arasında razılaşsalar belə həyata keçirmək mümkün deyil Avropanın qərarı olmadan. Yəni biz masada Avropanı görəcəyik bu məsələlər. Əlbəttə ki, bu məsələlərdə Avropanın maraqları var, Avropadan asılı olan məsələləri var. Murad bəy, son olaraq qısa şəkildə bir sualda ünvanlayacağım sizə. İlin sonuna qədər siz artıq bu proseslərin yekunlaşacağını ümid edirsinizmi, yoxsa əksinə hesab edirsiniz ki, hələ bir ildə bəlkə də daha çox da bu müharibə uzanacaq, bu mənzərəyə də diqqət yetirsək? Düşünmürəm, bilirsiniz, ümumi dünya siyasətini götürsək, ilin axırıdır. Bilirsiniz ki, aparıcı dövlətlər Amerika Birləşmiş Ştatları, Avropadır. Orada demək olar ki, dekabrın 15-nə qədər, 20-sinə qədər iş günlərindən sonra artıq bu bayram əhval-ruhiyyəsi, bayram kanikulları başlayır. Çox güman ki, bu qısa bir müddətdə, 20 gün ərzində hər hansı bir ciddi nəticə əldə olunmayacaq və bütün bu müzakirələr çox güman ki, yeni il tətillərindən sonra baş verəcək davamı. Təşəkkürümüzü bildiririk sizə. Murad bəy, minnətdarıq studiyamıza gəldiyinizə görə, fikirlərinizi bölüşdüyünüz üçün.